Salam dostlar, bugün sizə TikTokda öz takipçi sayınızı necə artıra bilərsiniz və bunun vasitəsilə TikTokda canlı yayın aça bilərsiniz. Saytımız rəsmi şəkildə 5 ildir fəaliyyət göstərir. Bu takipçi panelinin sizin hesabınıza heç bir zərəri yoxdur, ban riski yoxdur və bunun üçün də sizin hesabınızın şifrəsi tələb olunmur. Hansı ayarı etməlisiniz ki, siz özünüzə takipçi göndərəsiniz, onu göstərən. Bunu yəni mütləq etməlisiniz. Bunu etməsəz göndərə bilmərsiniz takipçi. Ayarlar bölməsinə daxil oluruq. Buradan ayarlar və gizliliyə gəlirik. Yenidən buradan gizliliyə gəlirik və hesabımızı bu şəkildə hər kəsə açıq edirik. Gizli hesablarda tətbiq edilmir bu hilə. Buradan istifadəçi adınızı kopyalayırıq. Bu arada bu videonu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qismində yazan hər kəsə 500 TikTok takipçisi hədiyyə edəcəm. Sizə takipçilərimi göstərəcəm və görürsünüz çoxsu da yəni yeni gələn takipçilərdir. Heç biri bot deyil. Hamısı Azərbaycanlı takipçilərdir, hamısı aktiv takipçilərdir. Yəni videolarınızı, paylaşımlarınızı bəyənir bu takipçilər. Yəni bot deyil heç biri. Hamısının da profil şəkli var. İndi hansı sayta keçid etməlisiniz özünüzə takipçi göndərmək üçün sizə onu göstərəcəm. Mənə dəstək olmaq üçün videonu mütləq bəyənin və şərhə istifadəçi adınızı qeyd edin ki, sizə də hədiyyə göndərək. Buradan istifadəçi adınızı kopyaladınız. Ondan sonra Google-a daxil olursunuz. Axtarma yerinə bu saytı yazırsınız. Takipçi.com düzgün şəkildə yazın saytı yazarkən. Bura keçid edirik. Sonra ən aşağı gəlirik biz. Burada yaşıl buton var. Bütün hilələr butonu. Bura keçid edirsiniz. Burada bir sıra sosial media xidmətləri var. Bunlar pulsuzdur. Biz TikTok hilələrinə gəlirik və TikTok izləyici hiləsinə daxil oluruq. Bura istifadəçi adımızı yazırıq. Günlük 1000 ədəd göndərə bilirsiniz pulsuz şəkildə. Azərbaycanlı takipçi istəyirsinizsə Azərbaycan, xarici istəyirsinizsə xarici serveri seçib göndər butonuna basdıqdan sonra bu şəkildə takipçilər 24 saat ərzində sizin hesabınıza göndərilir.